Salam uşaqlar, hər birinizi salamlayıram. Tətil günlərində istəyirəm ki, sizə bəzi çətin olan mövzuları asan yolla izah edeyim. Kimin əgər ehtiyacı varsa, baxar, buradan daha yaxşı öyrənər. Çalışacağam ki, videolarımız qısa olsun ki, tətil günlərində sizləri yormayım. Bu mövzumuz kök və şəkilçi mövzusudur. Kök və şəkilçi mövzusunda da uşaqlar, təbii ki, sözə bütöv şəkildə baxacağıq, daha sonra ayıracağıq. Əvvəlcə kök nədir ona baxaq. Mən bura istənilən bir sözü yazacağam, onun üzərindən izah edəcəm. Məsələn, kitablar sözündə kök və şəkilçini necə tapırıq? Uşaqlar, yadımızda saxlayırıq ki, kök deyəndə sözün mənalı hissəsi nəzərdə tutulur. Yəni, kök sözün mənalı hissəsindədir. Sözü biz əvvəlcə ağzımızda hissələrindən deyəcəyik, harda sözün mənası alındısa, həmin hissə olur kök, amma yerdə qalan hissə olur şəkilçi. Yəni, biz sözün kökünü ayrılıqda işlədə bilirik, amma şəkilçini ayrılıqda işlədə bilmirik. Məsələn, kitablar sözündə, baxın, sözləri mən hecalara ayıraraq göstərəcəm burada. Kitab, bir də lar. Baxın, uşaqlar, əgər biz ki hissəsini götürsək, ki deyə bir mənalı bir sözümüz yoxdur. Təbii ki, şəkilçilər ola bilər, hansısa bir köməkçi sözlər kimi görə bilərik, amma bu sizi çaşdırmasın. Mütləq sizin götürdüyünüz söz mənalı olmalıdır. Yəni, ki götürdük, görürük ki, heç bir mənası yoxdur axı təklikdə. Sonra təzədən kiyə tab sözünü də bitişdirib götürəcəyik. Kitab. Artıq görürük ki, mənalı bir söz yarandı. Oxuyan kimi artıq bu sözün mənasını tam anlayırıq da, kitab. Deməli, bu sözümüzün kökü kitab sözüdür. Yerdə qalanlar şəkilçidir. Çünki lar şəkilçisini bura qarışdıranda mənalı alınır, çaşmayaq. Kitablar deyə bilirik. Amma sadəcə olaraq biz əgər ları tək götürsək, baxırıq ki, bu mənalı bir hissə deyil. Demək ki, yerdə qalan hissə mənalı olmadığı üçün buna biz şəkilçi deyəcəyik. Yəni, bu sözdə kitab sözün kökü oldu, lar isə şəkilçi oldu. Bizə çox zaman istər dərsliklərimizdə, istər testlərimizdə sözləri kök və şəkilçiyə ayrılması haqqında tapşırıqlar verilir. Yəni, əgər sizə kitablar sözünü kök və şəkilçiyə ayırın desə, heca bilirik də başqa bir şeydir, kök və şəkilçi başqa şeydir. Ona görə də biz kitablar sözünü bu formada ayıracağıq. Kitab olacaq sözün kökü, tire qoyaraq, lar da olacaq bu sözün şəkilçisi. Kök bu qədər, yəni kök deyəndə sözün mənalı olan hissəsi nəzərdə tutulur və kök hər zaman ayrılıqda, yəni biz kitab sözünü ayrılıqda götürərək cümlədə işlədə bilərik. Amma şəkilçi isə sözün ayrılıqda işlənə bilməyən hissəsidir. Yəni, biz lar şəkilçisini götürərək kənarda mənalı bir hissə kimi cümlədə işlədə bilərikmi? Xeyr, mənalı bir hissə kimi cümlədə işlənilmir. Ona görə də bu hissə adlanır şəkilçi. İndi uşaqlar, kök hissəsini anladıq, keçirik şəkilçi hissəsinə. Şəkilçi haqqında da bildirmək istəyirəm ki, dedik ki, şəkilçi sözün ayrılıqda heç bir məna verməyən, yəni ayrılıqda işlənə bilməyən hissəsidir. Sözlərdə lar şəkilçisi, ın şəkilçisi, çı şəkilçisi, daki şəkilçisi, kı şəkilçisi, çox şəkilçilər görə bilərik. Yəni, həmin şəkilçiləri biz işlədə bilirikmi cümlələrdə? Xeyr. Demək ki, həmin şəkilçilər sözün ayrılıqda işlənə bilməyən hissələridir. Şəkilçinin özü iki hissəyə ayrılır. Sözlərdə olan şəkilçilər iki hissəyə ayrılır. Adlanır söz düzəldici. Çalışıram xırda-xırda yazım yerləşsin. Söz düzəldici, bir də söz dəyişdirici. Bir də söz dəyişdirici. Deməli, söz düzəldici şəkilçilər də ayrıdır. Söz dəyişdirici şəkilçilər də ayrıdır. Əvvəlcə, qrammatikada söz düzəldici şəkilçilərə leksik şəkilçilər deyirlər. Leksik, yəni bu adını da bilək ki,
görəndə çaşmayaq. Leksik şəkilçisə deyirlər. Söz dəyişdirici şəkilçiyə isə qrammatik şəkilçi deyirlər. Gəlin indi baxaq görək, axı bunlara nəyə görə söz düzəldici və söz dəyişdirici deyilir? Uşaqlar, söz düzəldici şəkilçilər, yəni sözlərə qoşularaq sözlərin mənasını dəyişir. Yəni sözdən, baxın, yeni bir söz düzəldir. Yəni söz əvvəl başqa bir məna verirdi. Ona şəkilçi qoşulandan sonra o şəkilçi həmin sözün mənasını tamamilə dəyişirsə, onda demək ki, həmin sözdəki şəkilçi söz düzəldici şəkilçidir. Söz düzəldici şəkilçilərə də digər mənada leksik deyilir. İndi bunu nümunələr üzərindən göstərsəm daha yaxşı başa düşəcəksiniz. Məsələn, uşaqlar, baxın, güldan. Güldan sözündə, uşaqlar, təbii ki, yenə bayaqki qayda ilə bunu hecalara ayıracağıq, güldan. Hecalara da ayrılanda, kök və şəkilçiyə də ayıranda təsadüfən bu sözdə eyni olur. Çünki, baxın, gül. Gördüm ki, elə birinci hecan mənim sözümün köküdür. Çünki gül sözünün ayrılıqda mənası var deyə, artıq mən ona növbəti hecanı qatmadan kök kimi götürəcəm. Deməli, bu sözün kökü gül oldu. Yerdə qalan şəkilçimiz isə dan şəkilçisidir. Yəni, bu sözü kök və şəkilçi gül və dan. Gəlin, baxaq görək. Burada olan dan şəkilçisi söz düzəldicidir, yoxsa söz dəyişdiricidir? Söz düzəldici olmasını anlamaq üçün həmin sözün mənalarına fikir verəcəyik. Baxın, uşaqlar, gül sözü ayrılıqda bilirik ki, çiçək mənasındadır. Gül, hansısa bir gül, çiçək, yəni gündəlikdə də işlətdiyimiz bir sözdür. Onun yanına dan şəkilçisini qoşandan sonra alınır güldan. Baxın, indi əvvəlki mənaya baxın. Gül hansısa bir çiçəkdir. Amma güldan həmin gülü qoyduğumuz bir qab mənasındadır. İndi gördünüzmü ki, dan şəkilçisi gül sözünə qoşulandan sonra bunun mənasını tamamilə dəyişdi. Yeni bir mənaya gətirdi. Baxın, yeni məna. Söz düzəldici, yeni məna deməkdir. Yəni, söz düzəltdi. Dan şəkilçisi gül sözünə qoşularaq söz düzəltdi. Ona görə söz düzəldici deyilir, uşaqlar. Daha sonra söz dəyişdirici şəkilçi. Söz dəyişdirici şəkilçi isə adından göründüyü kimi söz düzəltməyəcək, sözün mənasında heç bir dəyişiklik baş verməyəcək, sadəcə söz dəyişəcək. Yəni, hansısa bir haldan başqa bir hala düşəcək. Məsələn, təkdirsə cəm olacaq, tutaq ki, adlıq haldadırsa yiyəlik hala, yönlük hala, təsirlik hala, yerlik, çıxışlıq hala keçə bilər. Qrammatik şəkilçilər deyəndə, yəni həmin şəkilçilər sözləri sadəcə formasını dəyişəcək. Baxın, məsələn, götürdüm kitab sözü. Kitab sözündə uşaqlar, kitab biz bilirik ki, dərslikdir, dərs ləvazimatıdır. Mən əgər bura kitablar yazsam, biz yenə də dərslik nəzərdə tutacaq. Sadəcə olaraq, bayaq mən kitab deyəndə bir dənə kitab nəzərdə tutulmuşdu. İndi kitablar deyirəmsə, artıq orada birdən çoxdur. 3-dür, 5-dir, 10-dur, fərq eləmir. Yəni, çox kitab mənasındadır, çoxluq bildirdi. Görürsünüzmü ki, sözün əvvəlki mənasından lar artıldıqdan sonra kitablar olan məna yenə də eyni mənadadır. Yəni, söz əgər qayıdıb yenə də əvvəlki mənasında qalırsa, bu olacaq söz dəyişdirici şəkilçi. Bir də ki, uşaqlar, sizə bir başqa üsul da deyim. Kimə hansı üsul rahatdırsa, o üsuldan istifadə edə bilər. Bir üsul da var ki, sözə sual verərək o sözün şəkilçisinin leksik və yaxud da qrammatik olduğunu tapmaq olar. Yəni, söz düzəldici və yaxud da söz dəyişdirici olduğunu tapa bilərik. Baxın, uşaqlar, məsələn, kitabxanaçı sözündə əgər siz tez bu sözün içərisindəki şəkilçinin leksikdirmi, qrammatikdirmi olduğunu tapmaq istəyirsinizsə, həmin sözə tez sual verin. Kitabxanaçı. Biz bilirik ki, kitabxanaçı kitabxanada işləyən insandır. Deməli, insandırsa biz buna verəcəyik kim sualını. Deməli, uşaqlar, bizim bu üsulumuz belədir ki,
Siz verilən sözə sual verirsiniz və sualın içərisində həmin şəkilçilərdən eşidirsinizsə, həmin şəkilçilər qrammatikdir. Amma bu sözün içərisində olan şəkilçiləri əgər siz bu sualda eşitmirsinizsə, deməli həmin şəkilçiləriniz leksik şəkilçilərdir, yəni söz düzəldici şəkilçilərdir. Gəlin yenə bayaqki kimi sözümüzü kök və şəkilçiyə ayıraq. Baxın, kitabxanaçı sözündə biz görürük ki, kitab mənası olan bir hissədir. Ona görə yazıram kitab. Daha sonra baxıram ki, yerdə xana qaldı şəkilçi, bir də ç. Xana, bir də ç yazıram. Uşaqlar, burada yəni xa, bir də na ayırmağa ehtiyac yoxdur. Çünki bizim dilimizdə xa deyə bir şəkilçi yoxdur. Xana şəkilçisi bütövlükdədir. Ona görə xananı bir götürürük, çını da bir götürürük. Deməli, indi baxıram ki, mən bayaq bir sözə sual verdim, kim sualını. Kim sualının içərisində siz xana və yaxud da ç şəkilçisini eşitdinizmi? Xeyr. Kimxanaçı demədim ki. Demək ki, bu sözün içərisində olan bu şəkilçilər ki var, xana və ç. Deməli, bunlar leksik şəkilçilərdir. Leksik şəkilçilər olduqları üçün də leksik şəkilçinin işarəsi, baxın, buradan qeyd edirəm. Siz də əgər istəsəniz, bunları dəftərinizdə qeyd edə bilərsiniz. Kim istəsə, dəftərində bu işarələri qeyd edə bilər. Qrammatik, bir də kök. Kökün də işarəsi var, hər birinin işarəsi var. Baxın, uşaqlar, kökün işarəsi belədir. Leksik şəkilçinin işarəsi belə üçbucaq kimi, dağ işarəsi kimi. Qrammatik də bax belə dairədir. Bu formada çəkirik. Deməli, kök, leksik şəkilçinin işarəsi qrammatik. Deməli, burada kitab kök olduğu üçün mən bura belə işarə qoyuram. Xana dedik axı, əgər bunun içərisində eşitməmişəmsə, indi yeni qayda ilə izah edirəm deyə bu formada deyirəm. Sualımın içində yoxdur xana, deməli bu leksikdir. Sualımın içində ç var, xeyr, deməli bu leksikdir. Bax, bu formada da asan tapmaq olar. Daha sonra indi elə bir söz yazım ki, orada bütün növ olsun ki, indi görək bəs yaxşı, əgər bir sözün içərisində həm leksik, həm qrammatik olsa necə tapacağam? Onda bu formada eləyəcək. Baxın, məsələn, yazıram satıcıların. Satıcıların. Yenə də bu sözə sual verəcəm. Satıcıların. Baxın, deyirəm kimlərin. Amma sualınızı verəndə mütləq düz verməlisiniz də. Mən necə gəldi sual verim, sonra tapmayım, aləm qarışsın, yox. Sözə mütləq düzgün sual verin. Baxın, satıcıların deyirik ki, satıcı insandır. İnsan olduğu üçün kim sualını verməliyəm. Bir də ki, axı bu söz cəmdədir. Axı bu söz yiyəlik haldadır. Ona görə mütləq cəm şəkilçisindən yiyəlik halan şəkilçisini verməlisiniz. Satıcıların deyirəm, kimlərin. Baxın, indi mən sualımın içində hansı şəkilçiləri eşitdim? Lər, bir də in. Deməli, bayaq nə dedik? Eşitdiyimiz şəkilçilər qrammatikdir. Eşitmədiyimiz şəkilçilər olacaq leksik. İndi satıcıların sözünü kök və şəkilçiyə ayırırıq. Bilirəm, görürəm ki, sat mənalı olan bir hissədir. Icı bir şəkilçimdir. Lar bir şəkilçimizdir. Inda bir şəkilçimizdir. Sualımızın içində larla ını eşitdik, fərqi yoxdur. Yəni, burada kim sözündə i incə olduğu üçün lərlə in eşitdikdir, amma fərqi yoxdur. Yenə də larla ını götürə bilərik. Deməli, larla ını sualımın içində eşitdim deyə qrammatikdir, amma ıcını eşitmədik ki sualımızda. Deməli, ıcı leksikdir. Bu formada da tapmaq olar uşaqlar. Daha sonra məsələn yazıram yaşıllıq. Yaşıllıq, bayaqki kimi yenə də sual verəcəm. İlk öncə sual verəcəm, sonra kök və şəkilçisini tapacam. Yaşıllıq nə? İndi başlayıram kök və şəkilçiyə ayıram. Uşaqlar, burada kök və şəkilçiyə ayıranda bəzən uşaqlar yanılır. Deyir ki, müəllimə, yaş sözü məna verir. Axı, yaş deyəndə bilirik də, ya insanın mı yaşıdır, ya göz yaşıdır. Amma çaşmayın uşaqlar. Yaş sözündən heç vaxt yaşıl rəng yarana bilməz. Ona görə də yaş kökü olmayacaq. Burada sözün kökü olur yaşıl. Çünki axı yaşıl rəng mənasındadır. Necə yaşdan yaşıl yarana bilər? Yarana bilməz. Ona görə də bu hissələrdə mütləq diqqətli olun. Yaşıl, deməli yerdə qalan hissəm də olacaq şəkilçi. Bəs yaxşı, leksikdir yoxsa qrammatik? Onu da tapmaq üçün dedik, sual veririk. Yaşıllıq
Nə? Deməli, yaşıllıq sözünə sual verəndə gördük ki, sualımızın içərisində mən heç bir şəkilçinin adını çəkməmişəm. Demək ki, yaşıllıq sözündə yaşıl sözün köküdür, lıq leksik şəkilçidir. Uşaqlar, dərsimiz bu qədər. Ümidvaram ki, dərsimizdə qaranlıq qalan bir şey olmaz sizə. Əgər videoda dərsə baxdınız, ilk öncə siz bu dərsdən tanış olursunuz. Çalışın ki, qayıdın, növbəti dəfə birdə baxın ki, artıq sizə tam aydın olsun həmin hissələr. Hansı yol sizə daha rahatdırsa, istər birinci izah etdiyim, istər ikinci izah etdiyim, hansı sizin üçün daha rahatdırsa, çalışın ki, o forma ilə öyrənin. Dərs çox uzanmasın deyə burada dərsi saxlayıram, izahımızı. Siz də evdə kitablardan araşdırın, hər hansı sözləri götürün, o sözləri kökə ayırın, şəkilçiyə ayırın, istər sual verin, istər mənasına baxın. Evdə özünüz də məşq edin. Belə məşq elədikcə görəcəksiniz ki, artıq sizdə kök və şəkilçidə bir problem qalmayacaq. Növbəti dərslərimizdə artıq sizə sözlərin kök və şəkilçisinin necə düzgün tapılmasını izah eləyərəm. Yəni, məsələn, yaşıl sözündə sözün kökü yaşlıdırmı, yoxsa yaşıldırmı? Necə tapa bilərik ki? Onu da bir ayrıca dərs kimi izah eləyərəm ki, çox beyniniz yorulmasın, dərslər bir-birinə qarışmasın. Hələlik, sağ olun.